Salam, coğrafiya 6-cı sinif kiçik summativ qiymətləndirmə nömrə 7 üzrə nümunəvi suallara baxırıq. Birinci sual. Verilmiş fikirlərdən biri hidrosferin əhəmiyyətinə aiddir. Deməli, bildiyimiz kimi yerin su təbəqəsi hidrosfer adlanır və hidrosferin əsas əhəmiyyətlərindən biri quraq ərazilərdə əkin sahələrinin suvarılması hidrosferin əsas əhəmiyyətlərindən biridir. İkinci sual. Sakit okeanda yerləşən ən dərin çökəlik hansıdır? Həm Sakit Okeanın, həm də dünyanın ən dərin çökəkliyi 11.022 metr dərinliyə malik olan Mariana çökəkliyi hesab olunur. Üçüncü sual. İki tərəfdən materik və adaların sahilləri ilə əhatə olunan iki su hövzəsini birləşdirən ensiz su zolağı boğaz adlanır. Yəni düzgün cavab C bəndi boğaz olmalıdır. Dördüncü sual. Quru sularına aiddir. Deməli, hidrosfer iki yerə bölünür. Dünya okeanı və quru suları. Quru sularına aiddir. Çaylar, göllər, buzlaqlar. 1, 3, 5. Düzgün cavab A bəndi. Sakit okean hansı materikin sahillərini əhatə etmir? Deməli, Sakit okean Şimali Amerika, Cənubi Amerika, Avrasiya, Avstraliya və Antarktida sahillərini əhatə edir. Yalnız Afrikanın sahillərini əhatə etmir. Yəni düzgün cavab C bəndi olmalıdır. Verilmiş xüsusiyyətlər hansı okeana aiddir? Sahəsinə görə ikinci yerdədir. Şimaldan Antarktidaya qədər 15.000 km məsafədə uzanır. Yəni davamlı oxumağa ehtiyac yoxdur. Sahəsinə görə ikinci yerdə deyirsə bizə bu Atlantik okeanıdır. Yəni düzgün cavab B bəndi olmalıdır. 7-ci sual. Verilmiş fikirlərdən biri doğrudur. Suyun dövranı nəticəsində okeanlardan qura gələn sular bir daha okeanlara qayıtmır. Bu düzgün fikir deyil. Çünki su daim dövr eləyir və yenidən okeanlara qayıdır. Suyun kiçik dövranı dünya okeanı daxilində baş verir. Bu fikri biz düzgün fikir kimi qəbul edə bilərik. Çünki kiçik su dövranında su buxarlanır, bulud yaranır və yenidən dünya okeanına qayıdır. Yəni su quruya getmir. Dünya okeanında buxarlanır və yenidən dünya okeanına qayıdır. Suyun dövranında atmosfer iştirak etmir. Xeyr, düzgün fikir deyil. Suyun dövranında birbaşa atmosfer iştirak edir. Su buxarlanır, bulud yaranır və oradan yenidən yağıntı formasında yerə düşür. Şimal buzlu okeanı suyun dövrünü faal iştirak edir. Xeyr, şimal buzlu okean suyun dövrünü faal iştirak etmir. Çünki üstü buzla örtülü olduğu üçün orada su buxarlanır. Düzgün uyğunluğun verildiyi cavabı təyin edin. Deməli, körfəz, okeanın və ya dənizin quruya daxil olan, lakin okeanın sərbəst əlaqəsi olan hissəsi körfəz adlanır. Deməli, 1-ə 1 olmalıdır. Bizə ancaq birdən gedir söhbət. Həmçinin körfəzlər, burada bizə verilənlərdən Azov və Yapon dənizlərdir. Bengal və Hudson isə körfəzlərdir. Deməli, 1-ə 1 aiddir və B, D, Hudson və Bengal körfəzləri şəklində olmalıdır. Cavab B bəndi. Digər isə okeanlar yaramada ada və sualtı qalxmalarla ayrılan, lakin onunla birbaşa su mübadiləsi olan hissəsi isə dəniz adlanır. Azov və Yapon isə dənizlərə aiddir. 9-cu sual. Doğru sıraları müəyyən edin. Ən böyük dağ buzlaqlarına Alyaska, Himalay, Pamir, Qafqaz, Hindukuş və Tian-Şan dağlarında rast gəlinir. Deməli, bu doğru fikirdir. Bataqlıqlar əsasən isti və quru iqlimə malik ərazilərdə geniş yayılır. Xeyr, əksinə bataqlıqlar rütubətli ərazilərdə daha geniş yayılır. Yer üzərində ən böyük göl Xəzər, ən dərin göl isə Baykal gölüdür. Bəli, bu da düzgün fikirdir. Baykal gölü ən dərin göl, Xəzər isə ən böyük göldür. Hər bir çayın başlanğıcına mənsəb, töküldüyü yerə mənbə deyilir. Xeyr, tərsinə başlanğıcına mənbə, töküldüyü yerə mənsəb deyilir. Yeraltı sular quyu qazarkən təzyiqlə səthə çıxan sulara arteziyan suları deyilir. Bəli, təzyiqlə çıxan sular arteziyan sular isə, digər sular isə qurun sular hesab olunur. Bu düzgün fikirdir. 1, 3, 5 şəklində olmalı düzgün cavab. Sonra uyğunluğu müəyyən edin deyir bizə. Deməli bizə tektonik mənşəli göllərdən, burada bizə verilənlərdən Baykal,
və Xəzər gölü tektonik mənşəli göldür. Baykal və Xəzər tektonik mənşəli göldür. Uçqun bənd mənşəli Göy gölü və Maral göldür. Uçqun bənd mənşəli göllər. A və C uçqun bənd mənşəli göllərdir. Həmçinin Axmaz mənşəli göl isə Sarısu gölüdür. Yəni Kürçənin sahilində yerləşən Axmaz mənşəli göl Sarısu gölü. Həmçinin Azərbaycanın ən böyük gölüdür Sarısu gölü. Deməli B, Y, A, C, D şəklində olmalıdır düzgün cavab. Deməli bu A variantı oldu. Burada B variantının sualları da var. Tez-tez həmin suallara da baxaq. Verilmiş fikirlərdən biri hidrosferin əhəmiyyətinə aid deyil. Yəni bayaq aiddir deyildi. Bu isə aid deyil deyilir bizə. Deməli burada isə bitkilərin havanı oksigenlə zənginləşdirməsi bu biosferə aiddir, hidrosferə aid deyil. Marian Çikili hansı okeanda yerləşir? Bayaq qeyd etmişdik ki, Sakit okeanda yerləşir. Boğaz nədir? Bayaq biz qeyd etmişdik bunu da. Materik və adaların sahilləri ilə əhatə olunan iki su hövzəsini birləşdirən ensiz su zolağına boğaz deyilir. Quru sularına aid deyil. Yəni biz artıq burada dünya okeanına ayrılan soruşur. Dənizlər, körfəzlər və okeanlar. 2, 4, 6. B bəndə olmalıdır. Burada sualın düzgün cavabı. 5-ci sual. Atlantik okeanı hansı materikin sahillərini əhatə etmir? Deməli, Atlantik okeanı Şimali Amerika, Cənubi Amerika, Afrika, Avrasiya sahilini əhatə edir. Amma Avstraliya sahillərini əhatə etmir. Düzgün cavab C bəndi Avstraliya olmalıdır. Verilmiş xüsusiyyətlər hansı okeana aiddir? Deməli, sahəsinə görə 3-cü yeri tutur. Çoxusu Cənubi yarımkürəsində yerləşir. Deməli, bu Hind okeanıdır. Ən dərin yeri də Zond və yaxud da Yava çökəyi hesab olunur. Verilmiş fikirlərdən biri doğru deyil. Suyun dövranında atmosfer, hidrosfer, litosfer təbəqələri iştirak edir. Suyun kiçik dövranı dünya okean daxilində baş verir. Suyun dövranı nəticəsində okeanlardan oraya gələn sular bir daha okeanlara qayıtmır. Fikri doğru deyil. Bayaq da biz qeyd etmişdik ki, su yenidən dövr edib okeanlara yenidən qayıda bilir. Düzgün uyğunluğun verildiyi sıranı cavabı müəyyən edin deyir bizə. Deməli, dəniz okeanlar yarımada və ada və ya sualtı qalxmalarla ayrılan, lakin onunla birbaşa su mübadiləsi olan hissəsinə dəniz deyilir. Deməli, 1-ə 2 aiddir və burada verilən bizə dənizlər isə Aralıq və Oxot dənizlərdir. Gvineya və Fandi isə körfəzlərdir. Deməli, 1, 2 və BD. 1-2 BD cavabı bizə D bəndində verilib. 9-cu suala baxaq. Doğru sıraları müəyyən edin. Yer kürəsində olan buzlaqların 98,5% dağ buzlaqlarıdır. Demək, bildiyimiz kimi buzlaqlar 2 yerə bölünür. Dağ buzlaqları və səth və yaxud da quru buzlaqları. Buzlaqların əksəriyyəti səth buzlaqlarıdır. Yəni, bu fikir doğru fikir deyil. Bataqlıqlar əsasən rütubətli ərazilərdə geniş yayılır. Bəli, bu doğru fikirdir. Bataqlıqlar rütubətli ərazilərdə geniş yayılır. Dünyada ən böyük göllər sistemi Afrikada yerləşir. Ən böyük göllər sistemi Afrikada yox, Şimali Amerikada yerləşir. Çayın mənbəyi bulaq, göl, bataqlıq, mənsəbi çayın digər çaya, gölə, dənizə töküldüyü yer ola bilər. Bəli, bu doğru fikirdir. Bulaqlardan çıxan suların tərkibində qazlar və duzlar həll olursa, onlara mineral bulaqlar deyilir. Bəli, bu da doğru fikirdir. Yəni 2, 4, 5 burada bizə doğru fikirlərdir. Sonra 10-cu sual. 10-cu sualda bizə deyilir ki, tektonik mənşəli, uçqun bənd mənşəli və axmaz mənşəli gölləri yenə uyğunlaşdırmalıyıq. Deməli, bu göllərdən bizə tektonik mənşəli göllərə A və D bəndində verilən Baykal və Tanganika gölü tektonik mənşəli göllərdir. Sonra uçqun bənd mənşəli göllərdən bizə Göy göl və Maral göl uçqun bənd mənşəli göllərdir. Axmaz sarı su isə axmaz mənşəli göldür. Burada bizə verilənlərdən. Deməli, bu da oldu B variantımız.